Də ki, qardaş, sep başmaq vaxtında dəyişmək lazımdır. Hamı elə bilir ki, mən öz xeyrimə deyirəm. Usta özün fikirləşir. Mən sizə görə deyirəm. Mənim üçün heç bir fərq yoxdur. İstəyirsən bunu indi dəyiş, istəyirsən ki, iş işdən keçəndən sonra dəyiş. Yaxınlaş bura. F10 sep başmağa görə sövmüşük. Bax, qardaş. Qırıq-qırıqdır, hamısı içərisindədir. Bax, yarısı da içində qaldı. Bu bir. Yağ təzyiqindən şikayətlənir mühərrik. Yağ nasosunun başı gördüyünüz kimi kəfkir. Qırıq-qırıq olub gəlib tutulub. Dolub baxın kəfkirin içərisinə. Baxın içindən çıxardıram. Görürsünüz? Bundan əlavə gördüyünüz kimi yağ karteri. Baxın. Görürsünüz? Bunların hamısı qırılır, gəlir, düşür mühərrikin altına. Və sonradan isə sürpriz xərclərlə qarşılaşırsınız. Mənim üçün heç bir fərqi yoxdur. Vaxtında, zamanında yaxınlaşın, bu sep başmağı xərcini ən azı minimuma yendirin ki, sonradan başqa şeylər vurub fəsadını çıxartmasın. Sonradan xərciniz 1 idisə 3 olmasın. Seçim sizindir, mühərrik sizindir, avtomobil sizindir. Necə istəyirsiniz, elə də eləyin. Amma məndən məsləhətim ona ibarətdir ki, qardaş, maşını vaxtında sep başmağı vaxtı çatıbsa bunu dəyişin. Bu qədər. Detaylı formada məlumat üçün profilində nömrəm var, əlaqə saxlaya bilərsiniz.